Mən burada müraciət edirəm verilişlərə. Mənim və Tacir bəyin olmadığımız bir verilişlərdə nə qədər olar? Bunu bir dəfə elədiniz, 2 dəfə elədiniz, bildik. Bu bizim söhbətə juri seçmək nə deməkdir? Hər verilişdə bir insanlar gəlir, əruzdan anlayışı olmayanlar, Tolik, əruzdan anlayışı olmayanlardan gəlir və aparıcı bu sualı verir. Yox, aparıcı bu sual haqlıdır, orada dostumdur. Bircə saniyirəm ki, mənim olmadığım efirdə, Tacir bəyin olmadığı efirdə, hər efir, əruzdan anlayışı olmayanları, musiqidən anlayışı olmayanlara bu sualı nə qədər verəcəksiniz? Biridir, yo bu haqlıdır, biridir, yo o haqlıdır. Yəni, sən öncə bir haqqı tanı ki, haqq özü nədir? Sonra kimin haqlı olub olmadığına qərar verərsən. Bizim söhbətə niyə kimlərsə jurilik eləməlidir? Mən sual verirəm, müraciət edirəm. Niyə münsiflik eləməlidir? Mən burada Zaura böhtan atmıram, Zaurla işim yoxdur, şəxsi qərəzliyim yoxdur. Mən deyirəm ki, əruzdan anlayışı olmayanlara Zaur bu sualı niyə verirsən? Axı mən orada tamam başqa mövzu eləmişəm. Siz gəlmişsiniz, bada söhbətini eləyirsiniz. Onda da səhvsiz. Nazilə xanımı salamlayıram. 2 dəqiqə səndən vaxt istəyirəm, Tolik, sonra unuduram. Onun sualı olacaq, sənə biləsən. Unuduram. Nazilə xanımı buradan salamlayıram və bir şey demək istəyirəm. Badə və bada. Bad sözü ilk növbədə. Mən buna açıqlama verməliyəm ki, çünki orada səhv danışıblar. Çox böyük nöqsana yol veriblər. Bad sözü fars dilindən külək deməkdir. Yəni küləyə verdin də heçə verdin məni. Bəli. Və kökü ərəb və fars sözlərində uzanan saitlərdən sonra gələn samitdən bir sonraki sait bada yox, badə olmalıdır. Yəni, eyni söz təkrarlana bilməz. Badə olmalıdır. Buna əruz, ahəng qanunu deyilir buna. Xahiş edirəm, öyrənsinlər, biləcəklər mən nə deyirəm. Məni qoy qırağa gedin əruzşünaslardan soruşun. Mən bilmədiyim bir şeyi demərəm əsla. Bir dəqiqə əruzşünasdan bunu təsdiq edib okeyin alıb gəlmişəm. Yəni, bilirsiniz, misal üçün, taxta sözü, bu türk sözüdür də, kökü düzdür. Taxta sözü kökü türk sözüdür də. Bunu biz əyə bilmərik, taxta deyə bilmərik, çünki türk sözüdür. Amma fars və ərəb sözlərində əgər bəhrə otuzdurmaq üçün o uzanan saitdən sonra gələn samit və bir sonraki saiti əylə, bəli, bada olmaz. Bəli, sən bunu bada deyə bilərsən. Bilirsən hansı halda? Bada deyəsən, bada yox. Hə, ba uzanırsa artıq bu avtomatik olur badə. Əslində bada sözünün bir sinonimli... Nazilə xanım deyir ki, bunu vaxtı zamanında Mirzə Ələkbər Sabir Seyid Əzim Şirvani də belə yazıb və belə çap olunub. Və sonra bir sonraki cümləsində deyir ki, amma Tacir bəy sözün orijinalını oxuyub. Yəni, 2 daşın arasında 2 dənə ustadı verdi badə. Yox, Nazilə dostumuz indi mənə baxır, biləm nə dedi? Dedi, Elnur Valih səhv yazıbdır o qəzəli. Dedi, Vahib abi, Elnur'u səhv çıxartdı. Mən bir dənə söz demək istəyirəm. Bəs Nazilə xanım, sevirsiniz məni, mən də sizi sevirəm. Sevginiz qarşılıqlıdır. Bəs bir dənə sizə bəsit sual vermək istəyirəm. İnsan sevdiyi insanın, sevdiyi qadının düzünü səhv kimi qələmə vermək haçanla sevdiyi göstəricisidir. Orada bir qəzəl deyir Nazilə xanım, dönə-dönə dinləyin, məni xahiş edirəm. Deyir, əcəb həngameyi işrət, əcəb bəzmi dilaradur. O qəzəli də səhvdir Nazilə xanım. Mən burada heç kimlə şəxsi qərəzliyim yoxdur. O qəzəli də səhvdir. Siz deyirsiniz ki, əcəb həngameyi işrət. Yu deyirsənsə artıq orada və əlavə olunur. Əcəb həngameyi işrət, əcəb bəzmi dilaradur. Teal Allah. Nə məclisdir ki, hər bir şey mühəyyadır. Uca Allah buna məclisdir ki, yəni bu can verir. Yəni, bir dediyiniz, canlı efirdə dünən dediyiniz qəzəldə nöqsanlara yol verirsinizsə, mənim oxuduğum mahnının sözlərini necə düzgün şəkildə təhlil eləyə bilərsiniz? Şəxsiyyətinizə hörmətim böyüdür. Amma məni düz olduğum halda səhv çıxardırsınızsa, burada səhvin böyüyü yatır axı qıraqda.